kaosun mükemmel bir intizamını görmüyor musun? İlahi nizam ve kainata baktığın zaman kainatın ilahi nizamına. Nizam nizamsızlıktan yaranır Evet, zaten. aynen öyle. Lisedeydim, orada bir gün hiç unutmuyorum, böyle ilk uyanışlarımdan bir tanesidir. O da 16-17 yaşındayım. Böyle defterimin üstünde yazıyordu. Diyordu ki düzen insanın hayali, kaos doğanın kanunuydu. Bitti. Bu bir fantazi. Yani işte düşmeyeceksin, etmeyeceksin, hata yapmayacaksın, yaralanmayacaksın, ağlamayacaksın. Hayır arkadaşım, yok öyle bir dünya. Belə bir dünya yoxdur ki, sən orada hər şey yaxşı edəcəksən, sən həmişə yaxşısan, sən ən mükəmməlisən və sən heç vaxtı əzilməyəcəksən deyə bir dünya yoxdur. Öyle bir Sən dünya əziləcəksən, yok, evet. yıxılacaqsan, ağlayacaqsan, uğuru qazanacaqsan, möhtəşəm də olacaqsan, pis də olacaqsan, amma sən o olacaqsan. Səni xilas edən məhz o olacaq.